Ümummilli lider Heydər Əlirzaoğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1939-cu ildən Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Memarlıq Fakültəsinə daxil olub. Lakin İkinci Dünya Müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib. Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Komissarlığında Arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Xalq Komissarı Sovetində ümumi şöbənin müdiri vəzifəsində işləyir. 1944-cü ilin may ayında Dövlət Təhlükəsizlik orqanlarında işə göndərilir. 1949-1950-ci illərdə SSR Dövlət Təhlükəsizliyi Komitəsinin Leningraddakı rəhbər kadrlarının hazırlığı məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin bölmə rəisi təyin edilir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsinin Qiyabi şöbəsini bitirib. 1958-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsinin Əks Kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildən Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini təyin edilir. 1966-cı ildə Moskvada Dövlət Təhlükəsizlik Komitəsinin Dzerjinski adına Ali məktəbinin rəhbər heyətinin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirir. 1967-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilir və həmin ildə də ona general-mayor rütbəsi verilir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir. Heydər Əliyev 22 il Azərbaycan Sovet Sosialist Respublikasının Ali Sovetinin və Sovet Sosialist Respublikası İttifaqının Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSR Ali Sovetinin İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSR-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edir. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qarbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifədən istefa verir. Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSR-nin rəhbərliyinin ikiyüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı il iyulun 20-sində Bakıya qayıdan Heydər Əliyev 2 gün sonra Naxçıvana yola düşür. Həmin ildə Azərbaycan Sovet Sosialist Respublikasının xalq deputatı və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının xalq deputatı seçilir. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Sovetinin sədrinin müavini olur. Bu vəzifədə o 1993-cü ilə kimi çalışır. Heydər Əliyev 1992-ci il
noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. İyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü ilin oktyabrın 3-də ümumi xalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1%-ni toplayaraq yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Cleveland klinikasında vəfat edib və dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub. Heydər Əliyev 5 dəfə keçmiş SSR-nin Lenin ordeni ilə Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla tərtib edilir. İlk dəfə sosialist əmək qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülür. Gəlişinlə qurtulubdur bu vətən, sən oldun bu xalqa ümid və güvən, sən oldun dar gündə köməyə yetən, ulu bir sərkərdə, ulu bir öndər. Ucaltdı hər yerdə bayrağımızı, yazdı tarixlərə ad sanımızı, tanıtdı dünyada varlığımızı, ulu bir sərkərdə, ulu bir öndər. Hara baxırsan nişanələri, özündən sonraki abidələri, bizi tərk etmir xatirələri, ulu bir sərkərdə, ulu bir öndər. Heydər adı dastanlara çevrildi, onun qüdrətini yeryüzü bildi, Allah onu yurdumuza getirdi, ulu bir sərkərdə, ulu bir öndər. Zəhməti ilə dirsətdi yurdunu, gücləndirdi yenilməyən ordunu, ödəyibdir min rəhbərin borcunu, ulu bir sərkərdə, ulu bir öndər. Bu idi məqsədi vətən ucalsın, oğulları düşmənləri dağlasın, analar gözünü sevinç yaşatsın, ulu bir sərkərdə, ulu bir öndər. Əlindən gələni xalqına etdi, al günə çıxarıb dünyadan getdi, qoymadı desinlər yolumuz bitdi, ulu bir sərkərdə, ulu bir öndər. Özündən sonra bir dalançı qoydu, onun da yolu Heydər yoludur. Haqqı qovuşda da xalqın düşünər, ulu bir sərkərdə, ulu bir öndər. Sən ey yaradanım, şükürlər olsun, doğdu göylərimdə sönməz bir günər. Sevin Azərbaycan, Gül Azərbaycan, ey vətən bahçası, sən də güllər al. Onu zaman seçib, nə bəxtiyardır, nəsin addımlı, qartal baxışlı, iradəsi bükür, məqsədi aydın, tarixdir silinməz, onun yaddaşı. Mənim odlar yurdum Azərbaycanım, Heydərə söykənir Heydər də ona. O elə müdrikdir, elə ağıllı, bu vətən onunla gələcək sana. Nə xoş müjdə verdin, Allah'ım bizə, 70-ci illər nə xoşlu oldu. Xalqın taleyidir onun qəlbində, onun gəlişi ilə ölkəm nur oldu. Məqsədi, məramı haqdır, vətəndir, qurduğu dövlətin təməlli dağdır. Mənim Heydər adlı Azərbaycanım yurdumla əkizdir, həmişə vardır. O vətəndaşıdır, köksü bir ocaq, alışıb yanacaq hey zaman zaman.
O Qorqud atadır, el yiyəsidir, onun yollarına çökərmi duman? Güldü Azərbaycan gülşən gül oldu. Sındı çölmərliyin qar silsinləri. Heykəllər quruldu, məktəblər tikildi. Bu imiş o mərdin tağ insanları. Tanıtdı dünyaya Azərbaycanı, bayraqlar içində bayrağın qalxdı. Bir kəlmə ilə neçə kürsüdən milyonlar baş əydi, ayağa qalxdı. Vətəninin ən çətin, ən ağır günlərində xalqının xilaskarı oldu Heydər Əliyev. Müdrik siyasəti ilə xilas etdi ölkəni, güclü bir Azərbaycan qurdu Heydər Əliyev. Vətəninə həsr etdi ömrünün hər anını, bir şam kimi yandırdı bu yolda öz canını. O xalqını sevirdi, xalq da xilaskarını, xalqının arkasında durdu Heydər Əliyev. Ölkədə hər sahədə islahatlar apardı, hər addımda, hər işdə xalqa arxalanardı. Bütün siyasətçilər onu örnək alardı, siyasətdə möhrün vurdu Heydər Əliyevin, hər qarşı ona doğma diyardı. İllərdir qəlbində Şuşa həsrəti vardı, çaşığı öndərimiz bu gün də sağ olardı. Zəfərin bünövrəsini qoydu Heydər Əliyev, onu hər an hörmətlə, rəhmətlə anırıq. İlham Əliyevə də onun tək inanırıq. Ali Baş Komandanın davamçısı sanırıq. Gələcəyə işıqlı yoldur Heydər Əliyev. Çetin zamanda gücümüz, kuvvetimiz. Sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var imzaların içinde. Sana halaldır halal ülvü mehabbetimiz. Sen bu çetin zamanda gücümüz, kuvvetimiz. Sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var imzaların içinde. Sana halaldır halal ülfü mehabbetimiz. Sen ele bizimesen külekler neyleyecek? Dünenin bugünüm seninledir gelecek. Ne kadar Azerbaycan, ne kadar bu millet var, Heydər halkım diyecek, halk Heydər söyleyecek.